Herkese salam. Kanalıma ve yeni vlogumuza hoş gelmişsiniz. Bu vlogda sizinle hem gezintimizi, hem büyük market alışverişimizi, hem de en sevdiğim börek tarifini paylaşacağım. Bu arada her zaman demeyi unuduram. Ona göre de bu sefer videonun en başından deyəcəm. Xahiş edirəm videolarımı bəyənirsinizsə bəyənməyi, kanalıma abunə deyilsinizsə abunə olmağı unutmayın və rəylərinizlə dəstəyinizi əsirgəməyin. Neydi bu? Özün geri hadi ikuşkalar. Ağzına yok, ağzına yok. Ağzına drakon. Şimpanze. Вкусно? Не вкусно? Seni traktör. Seni traktör. Seni traktör tapdın sen. Seni traktör tapdın burada. Bu arada biz Panda Baby'ye getmişdik ve indi istəyirəm ki size oradan aldıqlarımızı göstərim. İlk olarak kaşa götürdüm. Bu firmanı çok severek istifadə edirəm. Hem şekersizdir, hem de palma yağsız. Daha sonra belə bir aguşa almışam. Bunu çöldə yedirmək daha rahat olur. Ona göre bir dənə götürmüşəm. Daha sonra 2 ədəd aguşa yoğurtları, daha doğrusu tvoroglarını götürmüşəm. Bunları Raul çox sevir, dəhşət bəyənir, amma yenə də çalışıram ki adi tvorog verim. Daha sonra bu püre əslində kaşadır, diqqətimi çəkdi. Ona görə də götürdüm. Bu axşam yeyib yatması üçün nəzərdə tutulub. Ona görə də düşündüm ki, düyü ilə olan daha yaxşı olar. Və çernosliv, yəni gavalıdır deyəsən, səhv tərcümə eləmirəmsə, evdə nəyi ki özüm hazırlaya bilmirəm, o çeşidləri çalışıram, alım və yedirim. Bu torbada isə qeyri-qida məhsullarıdır. Bu firmanın şampununu çox tərifləyirlər. Ona görə bu səfər dedim bunu alım. Normalda Chico istifadə edirik. Daha sonra bir ədəd uşaq pudrası. Bu firmanda yenə həm münasib qiymətli olduğu üçün, həm də razı qalanlar çox olduğu üçün aldım. Əlbəttə ki, yenə də Chico və Pampers istifadə edirdim. Daha sonra Raul'un artıq pipetkalı su qabına keçmək vaxtı gəldiyi üçün belə bir şey götürdüm. Əslində Philips firmasını istəyirdim, amma o çox baha idi, 30 manat idi. Amma Dr. Brown's 20 manat idi və içindəki su filtri və təmizləmə şötkası xoşuma gəldi. Həm də qiyməti də biraz daha münasib olduğu üçün bunu götürdük. Bu oyuncaq isə kalaskadan asmaq üçün nəzərdə tutulub əslində. Həm diş qaşıyanı da var və qulaqlar da səslidir. Özü də səs çıxaran oyuncaqdır. Ona görə düşündüm ki, kalaskadan asın, çölə çıxdığımız zaman başına qatmaq lazım olarsa bunu onun əlinə verim. Və bu Sini Traktorda Raul'un ən sevdiyi çizgi filmidir. Ona görə də bunu da götürdük. Bu arada bu aldıqlarımızın hamısı Raul'un 11 ayı üçün xalamızın hədiyəsi idi, yeni mənim xalamın. Ona görə də ona buradan təşəkkür edirəm. Çox sağ olsun, Raul bütün hədiyələrini sevərək istifadə edəcək. Bu arada bu yapışqanları da Shots bölməsində paylaşmışdım ki, nə üçün almışam. Bir də göstərməyi unutdum. Belə bir kukuruz da almışdıq Raul üçün. Əslində bundan əvvəl Frutomania kukuruzlarını alırdım Raul'a, amma çox nadir tapılırdı. Yenə də tapa bilmədim, belə bir şey tapdım. Bunu götürdüm, amma bunu Raul heç bəyənmədi. Biz eve gəldik. Dedim
tez bazar olsun deyə ciyər eləyim, toyuq ciyərdən. Kartuşkanla, soğanla belə. Bu arada mən ciyərdə soğanları belə uzun-uzun xoşlayıram. Raul indi orada xalasıyla oynayır. O vaxt içində mən yeməyimi hazır edirəm. Bir də vaxtım qalsa istəyirəm ki, börək hazırlayım. Deməli, bir dəstə keşniş, bir dəstə şüd, bir dəstə soğan və 5 dəstə də ıspanaq şomu təmizlədim. Ay, bojaya korovka. Bunun adı nədir? Uğur böcəyi. Ay, uğur böcəyi. Ay, çox gözəlsən sən. Mən bunu gördüm, bir dilək tutmalıyam. Bunları da suya qoydum. Ispanağın suyunu artıq dəyişmişəm. Gedim indi Raulu yatırdım. Ondan sonra gəlib yəqin ki, yemək yeyərəm. Daha sonra da bunu hazırlayaram. Çox şükür yatdı. Mən də bu arada yenə bunları yudum və qoydum burada suyu süzülsün mən yemək yeyənə qədər. İndi şüyddən bir damcı ayıracağım, yeməyə qatacağım. Buranı belə hazırladım. Nə lazımdırsa hamısını əlimin altına yığdım. Süd, yağ və bir ədəd yumurta. Bunları sosunda istifadə edəcəm. Pendiri və göyərtiləri içi üçün qarışdıracağım. Və lavaşla hazırlayacağıq. Göyərtilərlə pendirimiz hazırdır. Mən hər ehtimal bir çay qaşığı da duz əlavə elədim. Çünki pendirim az oldu ona görə. Belə amma duzlu pendirdən istifadə eləmişəm. Burada isə bir ədəd yumurtaya yarım stəkan duru yağ və bir stəkan da süd əlavə eləmişəm. Görürük lavaşımızı.
bu rəngli tərəfi içdə olmalıdır və hazırladığımız sos üzərinə gəzdiririk belə. Gördüyünüz kimi belə düzürük və bu formada asta-asta bükürük ki, lavaşımız cırılmasın. Ondan sonra burada birini hazırlamışdım. Bu formada da yenə ətrafına bunu doluyuruq. Biraz daha belə. Bu arada tavanı öncədən yağlamışdım. Belə. Ümid eləyirəm ki, içliyim çatar. Yeni gündən salamlar. Deməli, belə doğradım. Burada da 2 dənə özümüzə ayırdıq. Körümdə yəni ki, biraz iş görürəm, pozulur. Bu arada əvvəl mən həmişə gedirdim dırnaqlarımı hər ay vaxtında gedirdim, elətdirirdim. Həm işləyirdim deyə rahat olurdu da, yəni. İndi amma Raul'la deyə çalışıram ki, çox uzatmayayım. Yəni maksimum uzatdığım bu olur. O da ki, demək olar ki, hər gün lakımı yeniləməli oluram. Biraz iş görürəm, bu hala qalırlar. Belə, bu 2-3 dəqiqə, 20 dəqiqə saxlamayacağım. 2-3 dəqiqəyə isinəcək. Çayımızı süzüb içəcəyik. Burada da Raula yemək eləyirəm. Biraz ət qoymuşam, qaynasın. Soğan da kökünü qovuracağım. Kökü də əlavə elədim. Yağı az idi, biraz da yağ qatdım. Belə qovuranda daha ləzzətli olur. Hazırladığım kimi tvorog verəcəm. Bunlar da marketlərdə tapmaq çox çətindir. Tapılmır heç. Hə, yığ balım, yığ. Yığ kirlilərini maşına yığ. Ey. Bunları da yığaq, bunları da yığaq. Opa. Və Raulu xalamla qoyub çıxdıq gəzməyə. Bu arada əslində Raulun gələn ay 1 yaşı tamam olur. Ona görə paltar axtarırdıq. Zaten heç çətinlik çəkmədim. Girdim ikinci mağazada istədiyim kimi bir şey tapdım. Daha sonra da biraz hündürvari alışveriş elədik. Ondan sonra da getdik McDonald's yeməyə. Biz artıq evə gəldik. Gələrkən də biraz alışveriş elədik. Bravo'dan 28-də alışveriş eləmişdik. Çünki bizim ərazidə Bravo yoxdur. Və adətən çalışıram ki, hiper Bravo'lardan alışveriş edeyim. Çünki bəzi məhsullar var ki, kiçik balaca Bravo'larda olmur, hiperlərdə olur. Nəysə, əslində mən belə videoları xoşlayıram izləməyi. Çünki başqalarını izləyəndə görmədiyim, bilmədiyim məhsulları öyrənmiş oluram. Gedirəm, alıram, mən də sınayıram onları. Ona görə dedim, elə mən də çəkim. Bəlkə məndə də kimsə fərqli bir məhsul görər, diqqətini çəkər. Yəni, yenilik olar. Nəysə, uzatmıram. Ona görə birinci elə Bravo'dan başlayayım. Oradan çox bir şey almamışdım. Oradan çoxsu Raula almışam. Bunu yoldaşım özünə götürdü. Çayla axşam içməyə bunları götürmüşdüm. Bu çox qəşəng peçenyadır. Əgər dadmamısınızsa, çox dadlı bir şeydir. İçində 5 ədəddir. Hamısı da paçka-paçkadır. Belə bir sok var idi Frutenyanyanın. Bunu yəni hər marketdə tapa bilmirəm. Ona görə dedim, arada fərqlilik olsun. Düzdür, özüm hazırlayıram evdə. Kompot hazırlayıramsa, kompota məsəl üçün biraz su qatıram və ya özüm meyvə suları sıxıram, verirəm. Amma dedim, arada belə dəyişikliklər də olsun. Bu arada Raul hələ pipetkadan içməyə bacarmır, yəni öyrətməyə çalışıram. Biraz çətinlik çəkirəm öyrətməkdə, yəni baxıram videolara, görürəm ki, hər kəs, bir çox uşaqlar 2-3 dəfədən öyrənirlər artıq. Amma Raul nəsə biraz
başa düşə bilmir ya mən düzgün izah eləmirəm, bilmirəm. Nəysə, bu belə. Bu amma kompotdur. Alma, üzüm. Bu diqqətimi çəkdi. Can əti ilə, mal əti ilə, hə. Mal ətindən və tərəvəzlərlə püredir. Daha sonra da, ən sonda buradan belə bir Jacobs'ın belə bir növünü aldım. Dubai şokoladlı cappuccino. Maraqlı gəldi. Birazdan dadına baxacağım. Görüm, xoşuma gəlsə sizə də deyərəm. Bundan istifadə eləmisiniz. Krabovaya palçiki, krab çubuqları. Mən ilk dəfə alıram. Hətta bilmirəm necə istifadə eləməliyəm, yəni nə qaydada istifadə eləməliyəm. Yəqin ki, buzu əriyəcək belə şəkildəki kimi salatlara qatıb yemək üçün. Yenə də bununla bağlı tarifə də baxacağım. Ona uyğun istifadə eləyəcəm. 1 manat 20 qəpik, 50 qəpik, nəsə belə bir qiyməti var idi. Qoy, kimə baxanda. Sonra əslində Heinz'in soslarını xoşlayıram, amma Heinz yox idi deyə Mahiyev götürdük. Mahiyev də pis olmur. Daha sonra Ankara. Ankara makaron deyiləndə ağla gələn Ankara olur. Ən gözəl makaronlar. Sonra 10 dənə yumurta. Yağ endirimdə idi 4 manata. Arazda bu arada bunlar hamısı. Bunu yoldaşım götürüb heç xəbərim yox idi. Bu da yenə endirimdə idi 3 manata. Olivkoy növü qəşəng olur. Bu konfetləri yəqin ki bilməyən yoxdur. Çox qəşəng konfetlərdir. Bu yağı Raul üçün istifadə edirəm. Bir ara Ankor istifadə elədim. Gördüm ki, yox, Valyo qədər ləzzətli gəlmir mənə. Həm də Valyo bir növ adama nehrə yağını xatırladır. Ona görə düzdür, Ankorla aralarında hardasa 2 manat, 1 manat 50 qəpik belə fərq var. Amma dəyər verməyə dəyər bu qədər pul. Bu yağı yeni kəşf eləmişəm. 3 manatdır yarım kilosu. Amma həqiqətən çox gözəl yağdır. Endirimlə daha doğrusu 3 manatdır. Endirimsiz bilmirəm, fikir verməmişəm qiymətinə. Bu toplar çox gözəl olur. Hətta biraz açıb içmişəm. Bunun ən çox südlü növünü xoşduram. Bir də şokoladdan da çox xoşduram. Amma digər meyvəli növlərini xoşlamıram. Raul üçün sadə tvorog. Bu yoğurtları özümüzə götürmüşük. Bir ədəd kafe. Bu qatlaşdırılmış süd. Buna yoldaşım alıb, amma mən bundan istəmişdim. Ona görə də getdim, bunu götürdüm. Elə oldu, ikisi də oldu. Yoldaşımın yaxında ad günüdür. Ona görə istəyirəm ki, ona tort hazırlayım. Və xama 25%. Bunda yenə krem hazırlayacağım. Ona görə götürdüm. Daha sonra şampun, yəni illərlə istifadə edirəm. Heç vaxt da vaz keçmərəm. Möhtəşəm bir şeydir. Ən əsas da mentollü növü çox gözəldir. Bir ara hətta mən başqa şampuna keçmişdim. Bahalı da şampun idi yəni. Amma o şampun məndə kəpək yaratdı. Bunu isə istifadə elədim. Elə ilk istifadəmdən də kəpəyim yoxa çıxdı. Həqiqətən reklamda deyildiyi kimidir. Daha sonra, yəni dırnaqlarımı təmizləmək üçün pambığım və aslanım bitmişdi. Pambıq bir ədəd. Bu arada qiymətlərini demədim sizə, ən sonda deyərəm. Bu Raul üçün almışam bunu. Şəkər tozu və popcorn. Qiymətlər əslində yadımdadır. Aguşa məsəl üçün 1.70 idi. Bunlar 60-70 qəpik civarı idi. Head & Shoulders endirimdə idi. 7 manata. Ankara endirimdə idi 1.55-ə. Bu endirimdə idi 79 qəpiyə. Bu endirimdə deyildi deyəsən, amma 2 manat 25 qəpiyə. Daha sonra Avedov endirimdə idi 4 manata. Bu da endirimdə idi 3 manata. Mahiyev 2 manat 20 neçəsə qəpik olmalıydı. Bu 2 manat yenə neçəsə qəpik. Və bu da endirimdə idi. 2 manatı deyəsən.
arada deməyi unutdum. Toyuq hissələri də almışdım. Bütöv toyuq almadım. Onu ancaq qonaq gələnə alırıq. Bu arada buzluq düzənimdə belədir. Burada hamısı Raulun çolpalarıdır. Burada Raulun ətləridir. Bitmək üzrədir artıq. Bunlar dekor meyvələrdir, amma mən bunları düzgün formada qurutmamışım əslində. Bu da qaynadılmış noxuddur. Bu nədir? Kompotlara qatırlar ya. Ondandır. Burada təmizlənmiş qırmızı bibərdir, yaşıl bibər. Bu tomatdır. Bu formada kup eləyirəm, rahat olur. Təmizlənmiş sarımsaq. Bu da soğanlar isə bura indi düzəcəm. Ya da qoyum belə, boşalar sonra düzərəm. Qoyum bura. Bunlar bunu qoyum bura. Burada zaten gördüyünüz kimi nə çox yüksək dərəcədir, nə də çox aşağı dərəcədir. Ona görə də qoyuram burada. Bunu isə götürüm içim. Çox gözəldir bu. Dadına baxacağım. Çox gözəl dadı var. Bəyəndim. Məsləhət görürəm. Kapuçino xoşdursunuzsa, məncə xoşunuza gələcək.